Deməli, bu gün keçirilən, yəni bu gün ayın neçəsidir? 7-si iyun tarixində keçirilən 3-cü qrupların, TC alt qrupunun coğrafiya suallarına baxırıq. Birinci sualımızda deyir ki, Pakistandan çıxan gəminin verilən ölkələrə ən qısa yolla çatması üçün keçdiyi boğazları seçin. Pakistandan Küveytə getmək üçün hansı boğazdan keçməlidir? Hörmüz boğazından keçməlidir Küveytə. Çünki Pakistandan İran körfəzinə daxil olacaq. Misrə getmək üçün Bab-əl-Məndəb boğazından keçməlidir. Bab-əl-Məndəb boğazı Qırmızı dənizlə Ədən körfəzini birləşdirir. Yaponiya getmək üçün isə Malakka boğazından keçməlidir. Sonra isə Cəbəl Tariqə ehtiyac qalmır. 1 A 2 Yox, bu C-ymiş, üzr istəyirəm, yer yazmışam. 2 C 3 B. Bu. A variantı doğru variantdır. Yaxşı. Sonra sadə bir sual idi. İkinci suala baxaq. Yerli vaxt fərqi qurşaq vaxt fərqindən daha az olan coğrafi uzunluqları seçin. Bu biraz vaxt alıcı sualdır. Çətin deyil, amma vaxt alar məncə sizin üçün. Deməli, 25 qərb uzunluğu, 25 şərq uzunluğu. Bunlar arasında nə qədər vaxt fərqi var? 50 50. dərəcə. 50-ni vurursunuz 4-ə, eləyir 200 dəqiqə. 200 dəqiqə həm də eləyir 3 saat 20 dəqiqə. Bunu yazdım kənara. Amma qurşaq vaxt fərqi deyəndə bu ikinci saat qurşağında yerləşir. 25 qərb uzunluğu isə -2-də, yəni 22-ci saat qurşağında. Bunlar arasında 4 saat qurşaq vaxt fərqi var. Deməli, qurşaq vaxtı 4 saatdır qurşaq vaxt fərqi. Yerli vaxt fərqi isə 3 saat 20 dəqiqədir. Deyir ki, yerli vaxt fərqi qurşaq vaxt fərqindən daha az olan coğrafi uzunluqlar seçin. Bəli, burada yerdə vaxt fərqi daha azdır. Biri götürə bilərik. 2-yə baxaq. 20 şərq uzunluğu və 20 qərb uzunluğu. Bunlar arasında 40 dərəcə fərq var. 40 dərəcəmi də vururam 4-ə, eləyir 160 dəqiqə. 160 dəqiqəm də 2 saat 40 dəqiqədir. 40 dəqiqə. Yaxşı. Yenə də bu düşür birinci saat qurşağına, bu da düşür deməli -1, yəni 23-cü saat qurşağına. Bunlar arasında 2 saat fərq var. Burada 2 saat 40 dəqiqə idi. Burada isə 2 saat. Deməli, burada qurşaq vaxt fərqi daha aşağıdır. Amma bizə deyir ki, yerli vaxt fərqi qurşaq vaxt fərqindən daha az olsun. Yəni, bu az olanları götürürük. 2 yanlışdır. Sonra 3-ə baxırıq. 35 şərq uzunluğu, 35 qərb uzunluğu. Bunlar arasında 70 dərəcə fərq var. 70-i 4-ə vuranda 280 dəqiqə edir. 280 dəqiqəmizdə düşür 4 saat 4-ü 60-a vuranda 40 dəqiqə. Bəli. Qurşaq vaxtı olaraq bu 2, bu da 22. Yenə də 4 saat fərq var. Bunu da götürməyəcəyik. Bizə yerli vaxt fərqinin daha az olduğu lazımdır. Sonra 40-40. Bu eləyir 80. 80-i vurduq 60-a. 68 neçə eləyir? 5 saat 50 dəqiqə olacaq mən. 4 saat 50 dəqiqə. 5 saat 50 1 dəqiqə. saat 50 dəqiqə. Yaxşı. Burada da neçəncisi? 3-cü saat qurşağı, bu da -3. Yəni 21-ci saat qurşağı. Burada 6 saat fərq olur. Deməli, biz bunu 4-ü götürə bilərik. Yerli vaxt fərqi daha azdır. Sonra 5-ə baxırıq. 100 olur. Bu da edir 6 saat 40 dəqiqə. 100 dərəcədir. Onu böyük rəqəmlər olanda 15-ə bölmək daha məsləhətdir. Məsələn, 100 dərəcə fərq var. 100-ü böləcəksiniz 15-ə, edir 6, 90, 10 dərəcə. Onu da vurursunuz 4-ə, 40 dəqiqə. Yəni, bu böyük rəqəm olanda belə hesablamaq daha məsləhətlidir. Sonra 50 şərq uzunluğu 3-cü saat qurşağında, 50 qərb uzunluğu isə bunlar arasında da 6 saat fərq var yenə. Yenə yerli vaxt fərqi daha çoxdur. Ona görə onu da çıxırsınız. 6, 55, 55. Bu eləyir 110. 110-u böləcəksiniz 15-ə, 7, 105, qalır 5, 5-i vuracaqsınız 4-ə, 20. 7 saat 20 dəqiqə eləyir. Bu 55 şərq uzunluğu yerləşir 4-cü saat qurşağında, bu da 20-ci saat qurşağında, yəni -4-də. 8 saat fərq var.
Bu isə 7 saat 20 dəqiqədir. 1, 4, 6 sualımızın doğru variantıdır. Tərtər çayın mənbəyinin yerləşdiyi inzibati rayona aid olan fikirləri müəyyən edin. Tərtər çayının mənbəyi Kəlbəcərdədir. Kəlbəcərə aid olan fikirlər seçin. Yerli vaxt fərqi Bərdə şəhərindən irəlidir. İrəli olması üçün şərqdə olmalı idi. Axı Kəlbəcər Respublikamızın qərbində yerləşir. Yəni Bərdədən də qərbdədir. Civə və qızıl ehtiyatları mövcuddur. Bəli, burada civə yataqları var. Qızıl yatağı Zoddur. Civə yatağı Şorbulaq, Ağyataq, Levçay. Işıq quraq keçən soyuq iqlim və dağ tundra iqlimi, bəli, burada var. Dördüncü dövr vulkanik suxurları var, düzdür. İki xarici ölkə ilə həmsərhəd. Xeyr, Kəlbəcər yalnız bir ölkə ilə sərhəddir. Şırlan mineral bulağı bayaq dedik Şuşadadır. 2, 3, 4 sualımızın doğru cavabıdır. Yəni B bəndi olacaq. 4. Uyğun sıraları müəyyən edin. Relyef forması, yaranma səbəbi, yaylığı, ölçə. Sirk, eksorasiya, yəni karlar, sirklər buzlaqdır. Amma bunlar qütbə yaxın ərazilərdə olar da, yəni buzlaşmaya məruz. İsti tropik enliklərdə olmaz. Səudiyyə Ərəbistan olmaz. Duyun defilyasiya nəticəsində baş verir, yəni Küləyin, səhralarda olar. küləyin təsiri. Bəli, səhralarda küləyin təsiridir, amma İndoneziyada səhra yox. Kanyon, Hər iki dib tərəf. eraziya, ABŞ və dünyanın ən böyük kanyonu Kolorado çayı üzərindədir. Yarğanlar müvəqqəti axarlı suların fəaliyyəti ilə Avstraliya ittifaqı. Bu ola bilər. Avstraliyada müvəqqəti axarlı çaylar var. Pillavari sahil Avraziya düzdür. Amma İsveçrə dünya okeana çıxışı yoxdur axı. Ona görə Avraziya olmaz. Buna pillavari sahilə teraslaşma da deyil. 3-4 sualımızın doğru variantıdır. Regionlar verilib. Qərbi Avropa təsərrüfat sahəsi AES. Qərbi Avropada AES hardadır? Belçika, Fransa ola bilər. Sonra 2. Şri Lanka, Cud. Şri Lanka Cənubi Asiyadır. 2-yə Cənubi Asiya getməlidir. 2-yə Cənubi Asiya, 2-yə Cənubi Asiya, 2-yə Cənubi Asiya. Yadda saxlayın 2-yə Cənubi Asiyanı. 3-ə Latın Amerikası, Argentina. Taxıl istehsalı fərqlənəcək. Deməli, 2-yə Cənubi Asiyalar qaldı. 3-də taxılçılıq Argentina olacaq. Kakao Argentina deyə bilmərik. Deməli, A getdi, B getdi, C və Y variantı qalır. Sonra baxırıq digərinə, sonuncuya. Burada Filippin, Çəltik, Filippin Şərqi Asiya gələcək. Bəli. Deməli, 1. Belçika, Cənubi, bu getdi, bu da getdi. Fransa, Cənubi Asiya, taxılçılıq, Cənub-Şərqi Asiya deyil. Ona görə getdi. Polşa, Şərqi Asiya deyildi. Almaniya, Qərbi Avropadır. Almaniyada AES-lər var. Cənubi Asiya, Şri Lankadır, sut istehsalı. Argentinada şəkər çuğunduru olar, çünki mülayim var. Yox, bizdə axırıncı Filippin idi, düzdürmü? Axırıncı, Filippin Cənub-Şərqi Asiyadır, üzr istəyirəm burada. Deməli, gedəcək Belçika, Cənubi Asiya, Şri Lanka, Filippin kakao getmir. Fransa, Cənubi Asiya taxılçılıq, C variantı olur. Fransa, Qərbi Avropa, AES getdi. Şri Lanka, Cənubi Asiya, Cud. Argentina taxılçılıq, 4. Filippin, Cənub-Şərqi Asiya olacaq. Deməli, burada Almaniya, Qərbi Avropa, Cənubi Asiya olar, şəkər çuğunduru. Şəkər çuğunduru əsasən mülayim, Avropanın mülayim kontinental iqlimində geniş yayılıb. Həmçində burada şəkər çuğunduru ola bilər Argentinada, mülayim var. Amma burada sadəcə olaraq Filippinə, Şərqi Asiya uyğun gəlməyəcək. Ona görə doğru cavab C bəndində verilmişdir. Ölkələr və uyğunluğu müəyyən etməyimizi istəyir. 3 yarımkürədə yerləşir və boksit hasilatına görə fərqlənir. Bu Braziliyaya aiddir, ekvator xətti ilə kəsişir. Sahilləri 2 okean suları ilə yuyulur. Kolumbiyadır. Sonra aşınmanın nəticəsində yaranan kəllə qənd relyef formaları mövcuddur. Kəllə qəndlər Braziliya üçün xarakterikidir. Şəkər başlıqları da deyirik buna. Soyuq okean cərəyanı təsiri ilə səhra və yarımsəhra formalaşır. Bu Argentinadır. Burada Patagoniya səhrası formalaşır. Sərhəd olduğu ölkələrdən biri ucuz bayraq prinsipi ilə yükdaşımada seçilir. Bu Kolumbiyadır, Panama.
Ərazisində məhsuldar qırmızı-qara torpaqların formalaşdığı təbii zona var. Qırmızı-qara torpaqlar pampalardır. Pampada da Argentinadadır. 1-ə B, Y, 2-yə A, C, 3-ə D, F. Yəni C variantı sualımızın doğru variantıdır. 7 rəqəmi. Göstərilən ölkəyə aid fikirləri seçin. Bu Qazaxıstan dövlətidir. Qazaxıstan. Ərazisi bir qitədə yerləşir. Qazaxıstan iki qitədir. Qazaxıstan, Rusiya, Türkiyə, Misir iki qitə. Zodyarpaqlı meşələr, kolluqlar biz Aralıq dənizində demişik. Burada Aralıq dənizi iqlimi. Ümumiyyətlə subtropik yoxdur burada. Burada getdi. Ərazisi müəyyən hissəsi cavan platformada deyilir. Burada Turan cavan platforması var. Ərazisinə axan çaylar həm daxilə xarsız, həm də Şimal Buzlu Okean hövzəsinə aiddir. Bu da doğru ifadədir. Tobol, Irtış, İşim çayları Şimal Buzlu Okeana aiddir. Ob çayının qollarıdır. Mərkəzi Asiyanın bütün müstəqil dövlətləri ilə quru sərhəddə malikdir. Bu doğru ifadədir. Əhalisinin əsas hissəsi Oğuz qrupuna aiddir. Bunlar Qıpçaqlardır. 3, 4, 5 sualımızın doğru cavabıdır. Y variantı olacaq. Verilmiş ölkələrin əhalisi üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin. 1. Braziliya, 2. Nigeriya, 3. Hindistan, 4. İndoneziya dövlətləri verib. Əhalinin tərkibində yaşlıların payı çoxdur. Bunlar inkişaf etməkdə olan ölkələrdir deyə. Yaşlı yox, uşaqların payı çoxdur. Sonra, əhalinin sayı 100 milyon nəfərdən çoxdur, yüksəkdir, bəli. Yerləşdiyi qitədə yetkin əhalinin payı daha çoxdur. Bütün qitələrdə onsuz da yetkinlərin payı daha çoxdur. 2, 3. Suburbanizasiya prosesi xarakterikdir. Suburbanizasiya inkişaf etmiş ölkələr üçün xarakterikdir. Ona görə 4-ləri çıxdınız. Sonra, dünyanın əsas immiqrasiya mərkəzləri də deyil. Bu səhvdir. İmmiqrasiya gələnlərdir. Kimdir Nigeriyaya gedən, İndoneziya? Bunlar emiqrasiyadır. Gedənlər çoxdur. Bu da getdi. Əhalinin sayının təbii artım hesabına çox olur, əlbəttə. 2, 3, 6, C variantı doğru variantdır. Azərbaycan ərazisində Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən coğrafi obyektlər. Əlbəttə ki, şimal-şərqi dedikdə bu Quba Xaçmaz iqtisadi rayon tərəfə düşür. Şollar düzü, Qobustan cənub-şərqidir, Qudyal çay, Ələt dirəsi cənub-şərqdir, Şahdağ silsiləsi ora düşür, Qusar mali düzənliyi ora düşür. Brovar silsiləsi Talış dağlarındadır, heç orada deyil. 1, 3, 5, 6. Burada Qusar mali düzənliyi coğrafi obyektlər sözü. Orada silsilə deyilir, Şahdağ silsiləsi. Şahdağ silsiləsi. Yan silsilə nəzərdə tutmuşam burada. Şahdağ zirvəsi oxudum. Şahdağ silsiləsi Kiçik Qafqazdadır, bəli. Burada Şahdağ zirvəsi yerləşir. Ona görə 1, 3, 6 sualımızın doğru cavabı. D variantı doğru yazın. 10. Deməli, verilmiş xüsusiyyətlərin aid olduğu kənd əhalisi üçün doğru fikirləri müəyyən edin. İsti və rütubətli iqlim şəraiti inkişaf etdirilir. Əmək ehtiyatlarını və suya tələbkardır. Daha çox becərildiyi ölkələr istehlak edir. Burada söhbət sərtişdən gedir. Rütubətli və isti iqlim şəraitindədir. Əmək ehtiyatları və suya tələbkardır. Daha çox becərildiyi ölkələrdə istehlak edir. Yəni Çin, Cənub-Şərqi Asiya ölkələri ümumiyyətlə sərtiş həm istehsal edir, həm də istehlak edir. Becərilədiyi ərazilərdə iqlim şəraiti ildə 2 dəfə məhsul verməyə imkan verir. Aqroiqlim ehtiyatları zəngindir. İldə 2 dəfə, bir dəfə dəmiyə, bir dəfə suvarma şəraitində imkan verir. Məhsulun çox hissəsi ixrac olunur. Xeyr, istehlak edirsə ixrac olunmur. Əkin sahələri buğda əkinləri sahəsindən daha genişdir, əksinə azdır, amma istehsalı bərabərdir. Əsas ixracatçıları Cənub-Şərqi Asiya ölkələridir, düzdür. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuş ərazilərdə becərilir, əksinə subekvatorial iqlimdə aqroiqlim ehtiyatları boldur. İnkişaf etdiyi ərazilərdə yağıntıların çox hissəsi ilin isti dövründə düşür. Musson ərazilərində olur, ona görə də doğrudur. Bizdən doğru fikirlər soruşur deyə 1, 4, 6 sualımızın doğru cavabıdır. Yəni D bəndi. Uyğunluğu müəyyən edin. Dağ tundra iqlimi yayılıb, ən böyük suvarma sahəsinə malik olan kanal ərazisindən keçir. Şirin qurun sularının hesabına intrazonal landşaft var. Şüdri Şirvandan ən böyük suvarma sahəsi olan Yuxarı Şirvan kanalı keçir. Qonaqkənd dağ tundra iqlimi yayılıb. Samur dəvəsi şirin qurun suları hesabına intrazonal landşaft formalaşıb ifadəsi doğrudur. Bir də uşaqlar üzr istəyirəm. Şərir Ordubad düzənliyi üçün verir Qarabağ vulkanik yayləsi. Qarabağ vulkanik yayləsində dağ tundra iqlimi yayılıb. Y gedəcək.
1-ə B, Y, 2-yə böyük suvarma kanalı malik. 2-yə yalnız bir rəqəm getməlidir. A getməlidir. 3-ə C. Bəli. D variantı sualımızın doğru variantıdır. Bilirik ki, Samur Dəvəçi daxilində şollar düzənliyində intrazonal landşaft yayılıb. Samur dəvəçidə tundra. Buna oxşar tipli sual istəmişdim mən. 12 oxşar. Hə, bu topluda var. Çayın orta meyilliyi ilə axın sürəti arasındakı əlaqə hansı qrafikdə göstərilmişdir? Çayın meyilliliyi ilə sürəti arasında. Meyillilik artdıqca sürəti də artır. Meyillilik azaldıqca sürət də azalır. Deməli, bu düz mütənasib asılılıqdır. A bəndində verilib. 13. Orinoco ovalığı böyük Çin düzənliyi. Savanna və seyrək meşə geniş yayılmışdır. Orinoco da geniş yayılıb. Ərazisinə axan çaylar böyük kanal vasitəsilə birləşir. Bu böyük Çinə aiddir. 1 avqust aylarında, iyun-avqust aylarında səpələnən radiasiyanın miqdarı artır. Yəni, iyun-avqust ayları daha yağıntılı keçir. Bu hər ikisinə. Burada subekvatorialdır, yay yağıntılı olur. Burada mussonlu, yay yağıntılı olur. Sahəsi getdikcə kiçilən okeanın sahilində yerləşir. Bu sahəsi kiçilən sakit okeandır. Bu da böyük düzən. Sakit və şimal buzlu okeanın sahəsi kiçilən. Böyük Çin düzənliyi sakit okean sahillərində yerləşir. Orinoco isə Atlantik okean sahilində yerləşir. Akkumulyasiya prosesi formalaşmışdır. Hər ikisi ovalıq olduğuna görə akkumulyasiyadır. Qışda tropik hava kütlələri hakim olur. Bu bura aiddir. Böyük Çin düzənliyində tropik hava kütlələri hakim ola bilmir. Çünki burada tropik tam zolaq əmələ gətirilmir. 1, 6, 2, 4, 3, 5. A variantı sualımızın doğru bəndidir. Angel, Livingston, Victoria şəlalələri verilib. Ölkə olaraq, yox, çaylar olaraq verib. Zambezi çayı üzərində Victoria şəlaləsidir. Angel şəlaləsi Orinoco çayı üzərində Tsurun qolundadır. Və Livingston şəlaləsi Kongo çayı üzərindədir. 1C, 2Y, 3A. Y bəndi doğru bənddir. 15. Duzluluğu 28 promil olan su hövzəsindən götürülmüş 20 ton sudan əldə olunan duzun miqdarı orta okean duzluluğuna malik olan neçə ton sudan əldə etmək olar? Bəli, öncə görməliyik ki, 20 ton sudan, bu qədər sudan, duzluğa malik olan sudan nə qədər duz əldə etmək olar? 28-i vurursunuz 20-yə. 28-i 20-yə vuranda nə qədər edər? 560. 60. 560 ton duz əldə edə bilərik. Deyir ki, bu qədər duz əldə etmək üçün orta okean suyundan nə qədər istifadə etməliyik? Neçə ton sudan əldə etmək olar? Bax, bu qədər duzu. Bilirik ki, okean suyundan 1 tondan 35 kiloqram duz alırıqsa, yox, burada kiloqram olmalıdır. Bəs 560 kiloqramı nə qədər olmalı? X. X bərabərdir. 560-ı böləcəksiniz 35-ə. Bu da 16 kiloqram edir. İnşallah bir daha izah edirəm. Duzluluğu 28 promil olan su hövzəsindən götürülmüş 20 ton sudan əldə edilən duzun miqdarı. Gəlin görək nə qədərdir? 20-ni vurdunuz 28-ə. Yəni tənasib qurursunuz. 1 tonda əgər 28 kiloqramdırsa, bəs 20 ton suda nə qədərdir? X bərabərdir. 560 kiloqram duz əldə etdik. Deyir ki, bu qədər duzu, yəni 560 kiloqram duzu orta okean duzluğuna malik neçə ton sudan əldə etmək olar? Bilirsiniz ki, orta okean duzluğu 1 tondan 35 kiloqram əldə edirsə, X tondan da 560 kiloqram əldə edəcək. X də bərabərdir 16. Davam edək. Daş kömür ehtiyatlarına görə fərqlənən ölkələr hansılardır? Polşa fərqlənir, İndoneziya fərqlənir, Hindistan fərqlənir. 1, 4, 6. D variantı doğrudur. Xəritə sxemi əsasən ən iri suvarma kanalının keçdiyi iqtisadi rayonları müəyyən edin. Ən iri suvarma kanalları keçən iqtisadi rayonlar. Ən iri suvarma kanallarımız əlbəttə ki, uzunluğuna görə Samur Abşerondur. 2, 4 götürəcəksiniz. Sonra yuxarı Şirvan və Qarabağ kanalları ən uzun kanallarımızdır.
Deməli, burada 2, 4, 5, 7. A variantı doğru variantdır. Sayıların mənsəblərinin mütləq hündürlüyünün azalmasına görə düzün. Biz bu suallarda demişik ki, sayıları mənsəblərinin mütləq hündürlüyünə görə azalmasına görə düzün deyəndə qərbdən şərqə doğru düzməliyik sayıları. Bizdə respublikamızda hündürlük qərbdən şərqə doğru azalır. Ona görə ən qərbdə olan sayı, mənsəbi ən qərbdə olan sayı götürməliyik. Əlbəttə Ağstafa çayı. Sonra gəlməlidir Tərtər çay, sonra Araz çayı, sonra isə Samur çayı. Deməli, yox. Ən axırda Samur çayıdır. 43, 12. B bəndi sualımızın doğru bəndidir. 19. Quru subtropik meyvəçiliyin daha yüksək inkişaf etdiyi əraziləri seçin. Lənkəranda sitrus olacaq, yəni quru yox, rütubətli. Qarabağ vulkanik yaylası dağlıq ərazidir, quru deyil. Küraraz ovalığı və Abşeron yarımadası. Bu, yarım-səhra iqlimi üçün xarakterik olan bir bitkiçilikdir. Qışı mülayim keçən yarım-səhra. Məsələn, heyvanlar, əncir və s. 20-ci suala baxırıq. 20-ci sualda temperaturu 30 dərəcə olan, nisbi rütubətli 27% olan, havanın temperaturu 20 dərəcə aşağı düşərsə, hava hansı dəyişikliklər baş verər? Baxaq, 30 dərəcə temperaturda nisbi rütubətli 27% idi. 30 dərəcədə bilirik ki, 30 qram 100%-dir. X da 27%-dir. Bir dənə zəhmət olmasa, X-in neçə olduğunu tapın. 27-ni neçə vuracaqsınız? 6-dır. 3. Hə, 8,1 qram. 81 idi daha. 8,1 qram idi. Sonra temperatur 20 dərəcə aşağı düşdü. 30-dan 20 çıxanda qalır 10 dərəcə. Və 10 dərəcə temperaturda 9 qramdır. Burada şərtdə verib doyma həddi. 9 qram 100%-dirsə, 8,1 qram da X%-dir. Buradakı 8,1. Nisbi rütubətlik artıq artdı. 90% oldu. İndi nisbi rütubətlik artar, bəli. 27%-dən 90%-ə qədər artdı. Doğru. Havanın su buxarı ilə doyma həddindən uzaqlaşar. Əksinə, doyma həddinə yaxınlaşdı, yəni 90% oldu. Yağıntının yağma ehtimalı yüksələr. 90% isə əlbəttə ki, yüksəlir. Səpələnən radiasiya azalar, əksinə, buludlu bir hava şəraiti artdı. Buludun əməl-gəlmə prosesi sürətləndi, bəli. Düz günəş radiasiyası artdı, əksinə, buludluğu yarandığına görə azaldı. 1, 3, 5 sualımızın doğru cavabıdır. Yəni C bəndi. 21-də uyğunluğu müəyyən etməyimizi istəyir. Kəlbəcərdə dedik ki, left side civə yatağı yerləşir. Ordubadda, yəqin o tərəfdədir, Bejnəli, Zəngilanda qızıl yatağıdır. 1B, 3A. Ordubadda Diyaxçay, hə, Kəlbəcərdə Söyüdlü Zod yatağı da var. Deməli, Kəlbəcərə gedəcək. Deməli, Lefçay və Söyüdlü. B-Y oldu, yoxsa A-Y? Hə, B-Y. 1-ə B-Y, 2-yə D, Ordubada Diyaxçay, 3-ə A variantı. Zəngilana Vecnəli getdi. 22. Litosfer tavalarının verilmiş sxeminə uyğun olmayan fikri seçin. Burada görürük ki, bir tava digər tavanın altına gömülür. Fikir verin, bu aşağı düşür, yuxarı qalxır. Bu subduksiya zonasıdır. Bəli, subduksiya. Və Peru çökəkliyi var. Deməli, burada Naska tavası və Cənubi Amerika tavasının toqquşmasıdır. A və B tavalarının toqquşma sərhədləri boyunca rift dərələr formalaşır. Rift dərələr divergentdə olar, uşaqlar, burada olmaz. B tavası yer qabının yalnız bazalt və çökmə qatlarından ibarətdir. B tavası yanlışdır. Burada həm bazalt, həm qranit, həm də çökmə qatı var. Bu da yanlışdır. B Cənubi Amerika materik tipli tavadır. Materik tipli tavada həm bazalt olar, həm çökmə olar, həm də qranit olar. B tavasının şərq sərhədləri divergent zonaya daxildir. B tavası Cənubi Amerika tavasının şərq sərhəddi Afrika ilə divergent zonaya aiddir. Düzdür. A tavası okean tipli, B tavası həm materik, həm də okean tiplidir. A tavası Naskada yalnız okean tiplidir.
B tabası isə həm materik, həm də okean tipi. Cənubi Amerika həm materik, həm də okean. Düzdür. Göstərilən proses A tabasının yerləşdiyi su hövzəsinin sahəsinin kiçilməsinə səbəb olur. Yəni, subduksiya prosesi Sakit Okeanın sahəsinin kiçilməsinə səbəb olur. Doğrudur. A və B tavalar toqquşma zonasında yalnız dağlar formalaşır. Bu ifadə yanlışdır. Çünki burada göstərir ki, çökəkliklər də var. 1, 2, 6. Doğru olmayan. Növbəti 23-cü suala baxaq. Doğru olmayan fikri müəyyən etmək istəyir. Çar və Avstraliya sahillərinə həm isti, həm də soyuq okean cərəyanları təsir göstərir. Bu ifadə doğru ifadədir. Çünki Çarın qərb sərhədində, qərb sahillərində daha doğrusu Bengel cərəyanı, şərq sərhədində isə İynəburnu, Mozambik. Avstraliyada şərqində Şərqi Avstraliya isti cərəyanı, qərbində isə Qərbi Avstraliya soyuq cərəyanı. Bu doğru. Saxalin adasının aid olduğu ölkə 3 yarımkürədə yerləşir. Rusiyadır, bu da doğru. Cənubi Amerika materikinin ucqar şimal nöqtəsi Qayanada yerləşir. Bu səhvdir. Kolumbiyada yerləşir. Qalinas burnu. Avropada yerləşən bütün federativ dövlətlər dünya okeanına birbaşa çıxışı var. Bu ifadə də yanlış ifadədir. Çünki məsələn Avstriyanın yoxdur, İsveçrə yoxdur, konfederativdir. Almaniya və Belarus dövlətləri həmsərhəddir. Əlbəttə ki, səhvdir. Şimali Afrika 2 işıqlanma qurşağında yerləşir. Şimali Afrika 2 işıqlanma qurşağında yerləşir. Düzdür. Şimali Afrika 2 işıqlanmada tropik xətt ilə kəsir. Doğru olmayanlar soruşurdu. 3, 4, 5 olacaq. Qışı mülayim keçən, qışı quraq keçən mülayim isti iqlim yarımtipinin yayıldığı ərazilər. Lənkəran deyəndə, ümumiyyətlə bax mülayim isti iqlim deyəndə Naxçıvan çıxırsınız. Birinci Naxçıvan getdi. Lənkəran ovalında yay quraq keçəndi. O da getdi. Sonra 5 rəqəmi yarımsəhriyə düşür, o da getdi. Bura aiddir Kiçik Qafqazın alçaqdağlı və dağətəyi ərazisi və Qanı xərit sayı düzəni. 2, 3, 4 sualımızın doğru bəndidir. Doğru fikirləri müəyyən edin. Mülayim iqlim qurşağının bütün tiplərində yanvar ayının orta temperaturu müsbət olur. Bax, bu ifadə uşaqlar yanlışdır. Çünki muson tipində, kəskin kontinentalda mənfi olur. Şimal yarımkürəsində passat küləşləri şərqə meyl edir. Əksinə, passat küləşləri şimalda qərb istiqamətində meyl edir. Subtropik iqlim qurşağı daxilində pambıqçılıq inkişaf etdirilir. Bəli, Azərbaycanda var, Özbəkistanda, Türkiyədə. Filippin bütünlükdə ekvatorial iqlim qurşağında yerləşir. Fikri səhvdir, əsas hissəsi subekvatorialdadır. Avrasiyanın ucqar cənub nöqtəsinin yerləşdiyi iqlim qurşağında səpələnən radiasiya üstünlük təşkil edir. Avrasiyanın ucqar cənub nöqtəsinin yerləşdiyi iqlim qurşağında Avrasiyanın ucqar cənub nöqtəsi PI-dir. PI burnunda da ekvatorial iqlimdir. Ekvatorial iqlimdə səpələnən radiasiya üstünlüyü düzdür. Sonra Hindistan və Hindçin yarımadalarında qış aylarında əkinçilik suvarma əsasına aparılır. Bu da doğrudur. Çünki yayda mussondur, qışda isə suvarma olacaq. 1, 2, 4 sualımızın doğru cavabı. Bizdən doğru fikirlər soruşur. Mən yanlışlar götürdüm. 3, 5, 6. Miqyas verilib 250-dir miqyas. A və B məntəqələr arasındakı məsafə 12 sm-dir. Yer səthindəki üzərindəki həqqi məsafəni hesablayın. Miqyas sıfırdan bu tərəfə baxırsınız. Neçədirsə onu götürürsünüz. Çünki kilometrdir. 12 sm-dir. 12-yə vuracaqsınız. 250-ni 12-yə vuranda neçə eləyər? 3000. Uyğunluğu müəyyən edin. Yağıntıları bərabər paylayan mülayim isti iqlim yarımtipi yayılıb. Burada Qarayazı verilib. Qarayazı bilirsiniz ki, Kür sahilində yerləşir, Ceyran çolağında. İlisu Qaxdadır, Qaragöl Laçındadır. Yağıntılar bərabər paylanan mülayim isti iqlim tipi İlisuya uyğun gəlir, Qaxa. Böyük Qafqazın cənubi yamacı. Arid iqlim şəraiti yarım səhra Qarayazına uyğun gəlir. İntrazonal landşaft Qarayazındadır, Kürboy Tuğay meşələr qorunur. Dağ meşə landşaftı mühafizə edilir İlisuda. 4-cü dövr vulkanogen çökmə süxurları yayılıb. Laçında, Qaragöldə. 1 BS, 2 AD, 3 Y. Situasiya mətnimizi oxuyaq. B dənizi köhnə dünyanın bütün qitələrinin sahillərini yuyur. Köhnə dünya dedikdə Afrika, Avropa və Asiya. Yəni 3 qitənin sahillərini yuyur və sahillərində yerləşən regionlar əlverişli fiziki coğrafi mövqeyə malikdir. Bu regionlarda isti və quru yay, mülayim və
rütubətli qış keçir. Deməli, bu subtropik iqlimdə yerləşir. Müasir dövrdə əhalinin sıx məskunlaşdığı bu regionda ölkənin təsərrüfat sahəsinin inkişaf səviyyəsinə görə kəskin fərqlənir. Bu regionların yanacaq təminatının uzunluğu 1854 km olan Tanap və regionlar arası çəkilən digər boru kəmərləri mühüm əhəmiyyətə malikdir. Bu Aralıq Aralıq. dənizi. Bəli, Aralıq dənizdir. Verilmiş su hövzəsinə aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. Cədvəldə nə sual verilib bilmirik. Verilmiş su hövzəsinin sahilində əsasən formalaşan iqlim qurşağı dedik ki, Aralıq dəniz iqlimidir, subtropik iqlimin. Aralıq dəniz iqlimi tipi Aralıq dənizi sahilində yerləşən turizm rekreasiya ehtiyatları ilə zəngin olan və bu sahənin yüksək inkişaf etdirən ölkələri müəyyən. Cənubi Avropa ölkələri, məsələn İspaniya, İtaliya, Türkiyə və sair yazmaq olar. Hövzəsində yerləşən regionlar arasında ən çox neft, qaz xammalının ixrac və idxal edən regionları müəyyən edib yazın. İxrac edən ölkələr Cənubi Avropa ölkəsidir, Fransa, İspaniya, İtaliya. İxrac edən ölkələr isə Əlcəzair, Liviya dövlətləridir. Xəzər dənizindən verilmiş su hövzəsinə istiqamətlənən gəminin ardıcıl olaraq keçdiyi və su yolları. Xəzər dənizindən Aralıq dənizinə necə keçmək olar? Volqa çayı ilə, Volqa-Don kanalı, Don çayı, Azov dənizi, Kers boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dəniz, sonra da Aralıq dənizinə gedir. Tanap boru kəmərinin uzunluğunun 30 sm verildiyi xəritənin miqyası. Tanap xətti 1854 kilometrdir. Onu böləcəksiniz 30-a. Miqyasının nə qədər olduğunu alacaqsınız. 61.8 eləyir. Bəli, 61.8. Sonra sahilində yerləşən türk dilli dövlətin və onun aid olduğu regionun adını müəyyən edib yazın. Deyil. Tanap boru kəmərinin uzunluğunun 30 sm verildiyi xəritənin miqyası sahilində yerləşən, bu dənizin sahilində yerləşən türk dilli dövlət Türkiyədir. Türkiyənin də aid olduğu region Cənub-Qərbi Asiya regionu aid olacaq. Bəli. Ümumiyyətlə, amma deyir ki, onun aid olduğu regionun adını müəyyən edin. Burada Türkiyənin sırf türk dilli dövlətinə aid olduğu region deyirsə, biz buna Cənub-Qərbi Asiya deyəcəyik. Amma ümumiyyətlə dənizin, Aralıq dəniz sahilində yerləşən ölkələrin aid olduğu region Mediteranla regiondur. Amma burada sırf dövlətdən gedir, türk dilli dövlətdən gedir söhbət. Belə.